Salam uşaqlar, bugün sizə təzə suallardan çətin görsənən sualın ən asan versiyasını izah edəcəm. Deməli, bizə deyilir ki, m parametrinin hansı müsbət qiymətində fx funksiyası sabit funksiya olar? Fx funksiyanın sabit funksiya olması üçün, uşaqlar, məsələn, məxrəcə verilir 4x üstəgəlsin m. Deyək ki, laf verilir, tutaq ki, 4x üstəgəlsin deyirəm ki, tutaq ki, 3 verilir. Sürətdə də tutaq ki, bu funksiyanın 2 mislini yazsaq, yəni ki, bu ifadənin, bu çox həddinin 2 mislini yazsaq, olacaq 8x üstəgəlsin 6. Buradan siz sürətdə nəyi çıxarda bilirsiniz mötərizə xaricdən? 2-ni çıxarda bilirsiniz. Burada nə qalır? 4x üstəgəlsin 3, məxrəcdə də 4x üstəgəlsin 3. Və bunlar ixtisara gedir, qalır burada nə? 2. Biz də bilirik ki, fx bərabərdir 2 funksiyası nədir? Sabit funksiyadır. Deməli, sabit funksiya olması üçün ya yuxarıdakı ifadə aşağıdakı ifadənin neçə misli olmalıdır, ya da ki, aşağıdakı ifadə yuxarıdakı ifadənin neçəsə misli olmalıdır. Və yaxud da fikir versəniz, 8 bölünsün 4, 2'dir, 6 bölünsün 3, neçələdir 2. Bu əmsalların nisbəti nə olmalıdır? Bərabər olmalıdır. Deməli, burada da bu fx funksiyanın sabit funksiya olması üçün m bölünsün 4 bərabər olmalıdır 9 bölünsün nəyə? M-ə. Çarpaz vursanız, m kvadratı nəyə bərabərdir? 36-ya. M də bərabərdir buradan plus minus 6. Bizə şərtdə deyir ki, m'in hansı müsbət qiymətində, ona görə cavab olacaqdır. M bərabərdir 6. Sağ olun.